Peyğəmbərimizin digər 3 dənə duası var. Bunlar hamısı ruzu ilə bağlıdır. Peyğəmbərimiz nə deyərdi? Baxın. Allahım, günahımı bağışla. Niyə birinci günahımı bağışla deyir? Duaların qəbul olması üçün birinci bağışlama deyir. Burada sir var. Çünki günahlarımız dualarımızın qəbuluna manidir. Amma sən birinci bağışlama diləyirsən. Süleyman əleyhissalam dua edərkən birisi nə deyir? Rabbi gfirli və həbli mulkən. Ey Rəbbim, məni bağışla və sonra mənə mülk ver. Onun gibi alimə baxın, Süleyman əleyhissalam altı əzəmətli bir mülk istəmişdi. Elə mülk ki, məndən başqasında olmasın. O Peyğəmbərə xasdır. Sən də bir şey istəyirsən, biri mini istəyir, biri ailə qurmaq istəyir, biri filan. Nədir nə? Allahım məni bağışla. Ondan sonra istə. Peyğəmbərimiz nə demişdi? Allahım günahımı bağışla. Əslində Peyğəmbərimiz bunu bizlər üçün öyrədib. Özünü heç zaman geniş evi də olmayıb sallallahu aleyhi ve sellem. Bizlər öyrədib. Allahım günahımı bağışla, evimi geniş, ruzumu bərəkətlə elə. 3 kəlmə. Çox rahatdır. Səcdəndə dilindən düşürmə. Və bil ki, ən gözəl dualar hansıdır? Peyğəmbərimizin o mübarək dodağından tökülən dualar. Peyğəmbərimiz bilir Allaha necə dua etməyi. Ondan yaxşı Allahı tanıyan yoxdur. Allahım günahımı bağışla, evimi geniş, ruzuma bərəkət ver. Ruzumu bərəkətlə elə. Çünki bərəkət olmasa pul gəlib gedəcək. Hiss edə bilməyəcək. İnsan var, gəliri azdır, amma bərəkət var. İnsan çox ola bilər, amma nədir? Bərəkət qalmır. Ona görə deyək ki, Allahım, günahımı bağışla, evimi geniş, ruzuma bərəkət. Bu ikinci. Birinci nə idi? Allahım, sənin fəzilətini və rəhmətini diləyirəm, onun sahibi yalnız sənsən. Allahım, günahımı bağışla, evimi geniş, ruzumu bərəkətlə elə. Yəni geniş ev istə. Üçüncü nədir? Bu da çox gözəl duadır. Hətta bu duaları hamısını səcdə eləmək olar. Allahım, mal dövlətimi və övladlarımı çoxalt. Nə gözəl bir dua. Və mənə verdiyini bərəkətlə. Yenə bərəkət istədi Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Çünki bərəkət varsa, deyirlər ki, bərəkət Allahın gizli əskəridir. Harda olsa oranı bərəkətləndir. İnsanın vaxtı bərəkətli ola bilər, ömrü bərəkətli ola bilər, işi bərəkətli ola bilər, ruhusu bərəkətli ola bilər, ailəsi bərəkətli ola bilər, hər şey. Allah məni bağışla və yenə bağışla dedi Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Duanın başında ona görə gözəl söz var alimlərdə ki, həmişə dua eləyəndə Allah həmd sənə başla, İsmi Azam duası, sonra salavat dinə, duaların içərisində də bağışlanma dilə. Nə gözəl. Peyğəmbərlər belə ediblər. Bağışlanma dilib sonra istəyiblər. Bağışlanma dilib sonra istəyiblər. Rasulullah sallallahu əleyhi və səlləm də elə deyib. Allahım mal dövlətimi, övladlarımı çoxalt və mənə verdiyi bərəkətlə elə. Sonra nə deyir? Üçüncü dua. Bu duanı Peyğəmbərimiz xüsusilə 2 səcdə arasında edərdi. 2 səcdə arasında deyirsən ki, Rabbi xfirli, Rabbi xfirli, Rabbi məni bağışla namazda. Bir də var bu söz demək olar. Ya 2 dəfə Rabbi xfirli, məni bağışla deyirsən, ya da bunu deyirsən. Həmçinin bunu səcdə demək olar gecənin son 3də 1 hissəsində. Allahım nə deyir? Məni bağışla, mənə rəhm et. Məni doğru yola yönət, mənə afiyət və ruzu ver. 5 dənə şey istədi Peyğəmbərimiz burada. Məni bağışla, mənə rəhm et, məni doğru yola yönət, mənə afiyət və ruzu ver. Deyirlər ki, bu 5 dənə şey dünya və axirət hər şey onun içərisindədir. Baxın, məni bağışla günahlardan. Rəhm et, Allah sənə rəhm etsə bütün xeyir qapılarını açacaq. Məni doğru yola yönət, hidayət. Yəni, doğru yolda olum, səhv yolda olmayım. Sonra mənə afiyət ver. Nə deməkdir afiyət? Dünya və axirət afiyət. Afiyət deyilən dinimdə başlayır. Dünya nədir afiyət? Yəni, rahat yaşamaq, xəstəlik yox, bəla yox, müsibət yox, dərd yox, qəm qüssə yox, sıxıntı yox, depressiya yox və s. Axirət afiyət nə deməkdir? Sorul sualsız cənnətə girmək. Və sonra nədir? Mənə ruzu ver. Deyirlər, bu 5 dənə şey bütün insanın dünya və axirətini cəm edir. Bunlar xüsusilə Peyğəmbərimizdən gələn nədir? Ruzi dualarıdır.